Salam uşaqlar, mən Kimya Ruhu kanalının müəllimi Miss Səlçi. Bugün sizlərə oksid əsas turşu duz mövzusunda əsaslar, təsnifatı, adlandırılması, alınması və xassələri mövzusunu izah edəcəm. Vaxt itirmədən birinci sualdan başlayaq. 1. Əsasları müəyyən edin. Uşaqlar, əsaslar nədir? Metal atomundan və yaxud yəni bir dənə NH4OH var, yəni o da əsasdır. Metal atomundan təşkil olunmuyub. NH4 ionu özünü qələvi kimi aparır. O da əsasları əmələ gətirir. Metal atomundan və hidroksil qrupundan ibarət mürəkkəb maddələrə əsaslar deyilir. İndi bir variantlarda əsasları axtaraq. A variantı ferium 2OH, daha doğrusu OH2 əsasdır, amma mis 2 oksid, baxın mis 2 oksiddir. B variantında dəmir 2 oksid var. C variantında turşu var, HNO3. Biz hələ turşuları keçməmişik. Gələn dərsimiz turşular olacaq. Turşu HNO3, yəni metal atomu ilə əvəz oluna bilən hidrogen atomundan və turşu qalığından ibarət mürəkkəb maddələrə turşular deyilir. Baxın, bir hidrogen və turşu qalığı da NO3-dür. Bunu gələcək dərslərimizdə daha yaxşı öyrənəcəyik. D variantı natrium xlor duzdur. Duzları da həmçinin gələcək dərslərdə öyrənəcəyik. Y variantı mis OH2, natrium OH. Baxın, natrium hidroksid. Y variantı hər ikisi əsasdır. Keçdik ki, alüminium hidroksid parçalandıqda su üstəgəlsin X reaksiyasında X maddəsini müəyyən edin. Baxın uşaqlar, suda həll olmayan əsaslar parçalandıqda, daha doğrusu suda həll olan əsaslar parçalanmır. Yəni qələvilər qətiyyən parçalanmır. Temperaturu çox yüksək dərəcələrə gətirsək, 1000 dərəcə Selsidən yuxarı belə etsək, qələvilər qətiyyən parçalanmır. Alüminium OH3 suda həll olmayan əsasdır, amfoter əsasdır. Parçalandıqda su üstəgəlinsin alüminiumun oksidini verir. Alüminium sabit 3 valentli elementdir, ona görə də alüminium 2O3. Keçək 3-cü suala. Maqnezium hidroksidi sink hidroksidin qarşılığından hansı maddənin məhlulu vasitəsilə ayırmaq olar? Maqnezium hidroksidin formulu maqnezium OH2. Niyə? Çünki maqnezium 2 valentlidir, sink də həmçinin 2 valentlidir. Sink OH2. Davam eləyək. OH2 üzr istəyirəm, bunu silək. OH2. Maqnezium hidroksid, baxın uşaqlar. Maqnezium hidroksid yox, sink hidroksid amfoterdir. Amfoter. Maqnezium isə normal əsas. Maqnezium hidroksid. Baxın uşaqlar, biz əsasları iki yerə böldük. Bir amfoter əsaslar, iki də qələvilər. Qələvilər suda həll olur. Amma amfoter əsaslar qələvilər qətiyyən nə əsaslarla, nə də qələvlərlə, nə əsas oksidlə reaksiyaya daxil olmur. Amma biz bilirik axı amfoter iki xassə göstərir. Yəni həm əsaslarla reaksiyaya daxil olur, həm də turşularla reaksiyaya daxil olur. Uşaqlar, qələvilər amfoter əsaslarla reaksiyaya daxil olur. Məsələn, natrium OH, yəni natrium hidroksid qələvidir və amfoter əsas olan sink hidroksidlə reaksiyaya daxil olur. Amfoter əsaslar hansılardır? Məsələn, 3 valentli metallın hidroksidləri alüminium 2O3 və s. Bir də 4 dənə hidroksidimiz var ki, 2 valentli göstərmələrinə baxmayaraq amfoter əsaslardır. Bunlara sink hidroksid, berilyum hidroksid, qalay hidroksid demək düzgün deyil, qalay 2 hidroksid, çünki dəyişkən variantlidir. Həmçinin sink 2 hidroksid, berilyum sabit valentlidir, qalay 2 hidroksid, bir də qurğuşun 2 hidroksid. Bunların 4-ü də amfoter əsaslardır. İndi sualımıza baxaq. Deyir ki, maqnezium hidroksid və sink hidroksid qarışığını hansı maddənin məhlulu vasitəsilə ayırmaq olar? A variantı natrium NO3. Uşaqlar, natrium NO3 duzdur. Baxın, həm əsaslar amfoter əsas olsun, istərsə də əsaslar özü olsun, qələvlər olsun, duzlarla reaksiyaya daxil olur. Yəni hər iki maddə duzla reaksiyaya daxil olar. Yəni yerdə heç bir maddə qalmaz. A variantı deyil. Həmçinin turşular da elə, turşu oksidi də elə. Turşu oksidi əsaslarla reaksiyaya daxil olur, normal duz plus su verir. Turşunu bayaq dedim. Cavab Y variantı. Baxın, natrium OH. Natrium OH amfoter əsasla reaksiyaya daxil olub onu qarşılıqdan ayıracaq. Yerdə isə sadəcə maqnezium hidroksid qalacaq. 4-cü sual. Hansı reaksiyada X maddəsi qələvidir? SO3 nədir uşaqlar? Baxın. Reaksiyalara baxanda ilk öncə maddənin nə olduğunu müəyyən edin. Əsasdır, turşudur, oksiddir. Bunları müəyyən edəndən sonra çox rahat bir şəkildə reaksiyaları həll edə bilərik. İndi birdən başlayaq. SO3. SO3 turşu oksididir uşaqlar. Turşu oksidinin üzərinə X maddəsini gəlib normal duz plus su alınır. Bayaq mən nə dedim? Turşu oksidinin üzərinə istər əsasi oksid, istərsə də əsas gələndə normal duz plus su alınır. Baxın, əsas deməli X maddəsi bir də əsasdır ki, normal duz plus su alınır. İstənilən turşu ilə əsasın reaksiyası neytrallaşma reaksiyasıdır. 2. Yenə də turşu oksidinin üzərinə X maddəsini gəlib duz alınıb, qətiyyən duz plus su alınmalıdır. Əgər bu qələvidirsə, deməli bu qələvi deyil, bu əsasi oksiddir. Əsasi oksidin turşu oksidinin üzərinə gələndə duz alınır. 3-ə keçdik. Mis 2SO4 üzərinə gəlsin X maddəsi mis OH2 və natrium 2SO4 alınır. Uşaqlar, bir dənə sağ tərəfə baxın. Mislə SO4 maddələri olduğu kimi qalıb. Nə artıq maddə var? Natriumdan hidroksid. Deməli, natrium OH bura X maddəsi natrium OH-dır ki, reaksiyaya daxil olanda mis hidroksidi özünə birləşdirir. Natrium da misdən daha güclü metal olduğu üçün misi sıxışdırıb çıxardır və sulfat turşusunu özünə birləşdirir. 1-3 cavab C variantı.
Keçdik 5-ci suala. Hansı birləşmənin termiki parçalanmasından yalnız mürəkkəb maddələr alınır? Uşaqlar, bir-bir birləşmələri parçalayaq. İndi sizə biraz çətin görünə bilər. Yəni deyə bilərsiniz ki, müəllim, bəs biz hələ reaksiyaları tam anlaya bilmirik, parçalaya bilmirik. Zaman keçdikcə uşaqlar öyrənəcəksiniz. Çünki topluda olan reaksiyaları bir dənə parçalamağı öyrənsəz, biraz da əlavə kitabdan işləsəz, yəni məncə dim imtahanında çox aydın bir şəkildə, rahat bir şəkildə yaza bilərsiniz. Sadəcə yəni topda olan reaksiyaların hamısını özünüz, yəni bir neçə dəfə bunu etsəz artıq sizin üçün rahat olacaq. 5-dən davam edək. Mən bir-bir reaksiyaları parçalayıram. Siz də özünüz üçün qeyd edin. Gələcək dərslərdə bu reaksiyalar çox qarşınıza çıxacaq. HNO3, yəni nitrat turşusudur. Parçalandıqda bunun parçalanması digər turşuların parçalanmasından biraz fərqli olur. Ona görə bunu həmişə yadda saxlayın. NO2, azot 4 oksid, üzərinə gəlinsin oksigen, üzərinə gəlinsin su. Reaksiya nəticəsində bunlar alınır. 4 mol. Uşaqlar, reaksiyanı həmişə əmsallaşdırın, çünki çox lazım olacaq. Əmsallaşdırmasanız cavabı düzgün tapa bilməyəcəksiniz. Baxın uşaqlar, bizə sualda nə deyir? Hansı birləşmənin termiki parçalanmasından yalnız mürəkkəb maddələr alınır? Bir-bir parçalayaq. Baxın, burada saf maddə alınıb. Deməli, cavab A variantı deyil. Keçdik B variantına. Alüminium OH3. Mən sizə bayaq nə dedim uşaqlar? Suda həll olmayan hidroksidlər parçalandıqda özlərinin oksidini valentliyə uyğun parçalayaq. Temperatur alüminium 2O3 üzərinə gəlsin su alınır. Gördünüz? Özlərinin oksidini və su alınır. Mürəkkəb maddələr. Baxın, hər ikisi mürəkkəb maddədir. Cavab B variantıdır. İndi keçək digərlərinə də baxaq, digər variantlara. C variantı natrium NO3. Bayaqki kimidir uşaqlar. Baxın, NO3-lərin parçalanması bu zamanda alınır. Amma baxın, NO3-lər dedim ki, bayaq fərqli cür parçalanır. Natrium NO2 üzərinə gəlinsin O2, 2 mol, 2 mol. D variantı. Baxın, burada da saf maddə alındı. Ona görə cavab C variantı deyildi. H2O2, bunu çox görəcəksiniz uşaqlar. Peroksidlərin parçalanması, su üzərinə gəlinsin oksigen. 2 mol H2O2 reaksiyaya daxil olur, 2 mol da su alınır. Y variantı argentium NO3-ün parçalanması. Narahat olmuşlar, hamısını öyrənəcək duzların parçalanmasında. Metalın özü NO2 üzərinə gəlinsin oksigen alınır. 2 mol, 2 mol, 2 mol. Cavab B variantı. 6-cı sual. Natrium OH və ferium OH2 üçün hansı ifadələr doğru deyil? Xlorid turşusu ilə reaksiyaya daxil olur. Hər ikisi əsasdır. Bütün əsaslar bütün turşularla reaksiyaya daxil olur. Əsasdır. Doğrudur. Qızdırıldıqda parçalanır. Uşaqlar, qələvilər qızdırıldıqda parçalanmır. Temperaturu çox yüksək gətirsək belə, yüksək dərəcəyə gətirsək belə yenə də parçalanmır. Cavab B variantıdır. Ferium OH2 suda həll olmayan əsasdır, ona görə də parçalanır. Bərk haldadır. Əsasların əksəriyyəti bərk haldadır uşaqlar. Ammoniakla reaksiyaya daxil olmur. Bəli, ammoniakla reaksiyaya daxil olmurlar. Sual 7. Hansı halda birləşmələr doğru adlandırılmışdır? Dəyişkən valentli elementlərin valentliklərini demək məcburiyyətindəki əsasları adlandırarkən. Dəmir 2 hidroksid doğrudur. Xrom 3 hidroksid deməli idi, doğru deyil, yalnız hidroksiddir. SO3 kükürt 6 oksid deyilməli idi, doğrudur. 1-3 cavab B variantı. 8-ci sual. Hansı sırada əsasların hamısı suda yaxşı həll olur? Suda yaxşı həll olan əsaslar qələvilərdir uşaqlar. Digər əsaslar suda həll olmur. Kalsium OH2 qələvidir, barium OH2 qələvidir, sink OH2 amfoter əsasdır, ona görə sink OH2 pozur. Keçdik B variantına. Natrium OH, barium OH2, kalium OH cavab B variantıdır. Çünki qələvi metallar və qələvi torpaq metalların hidroksidləri suda yaxşı həll olur. C variantında dəmir 3 hidroksid pozur. D variantında sink 2 hidroksid pozur, çünki amfoter əsasdır. Y variantında da mis 2 hidroksid pozur. Keçdik 9-cu suala. Hansı halda suda həll olan əsaslar verilmişdir? Suda həll olmayanlar hansı idi? Dəmir, mis. 1, 4, B variantı. 10-cu sual. Hansı reaksiya doğru deyil? Alüminium hidroksid suda həll olmayan əsaslar parçalanında oksidi plus su doğrudur. Mis 2 hidroksid eynən oksidi plus su, eynən oksidi plus su, oksidi plus su. Özdə baxın mis OH-ın parçalanmasına baxın. Bir də mis OH2-nin 2 valentli oksid alındı, 1 valentli oksid alındı. 2 valentli oksid mis 2 oksid, 1 valentli oksid mis 1 oksid. Yəni metal özünün valentliyinə uyğun oksidi alınır. Oksidi alındırır. Natrium OH qətiyyən parçalanmır uşaqlar, qələvilər parçalanmır. 11-ci sual. Hansı birləşmə doğru adlandırılmamışdır? Dəmir 3 hidroksid doğrudur. Mis 2 hidroksid doğrudur. Xrom 6 oksid olmalıydı. 3 yanlışdır. Y variantı. 12-ci sual. Hansı halda maddələr doğru adlandırılmışdır? Mis 1 oksiddir uşaqlar. Ona görə A, B, C variantları getdi. Xrom 2 hidroksid. Y variantı. 13-cü sual. Bütün əsaslar suda yaxşı həll olur. Doğrudur. Xeyr, bir dəqiqə. Əsaslar dedi, qələvilər demədi, bura diqqət. Bütün əsaslar suda yaxşı həll olunur. Yalnız qələvilər suda yaxşı həll olur. 2. Suda həll olan əsaslar qələvilər adlanır, doğrudur. 3. Suda həll olan əsaslar lakmusun rəngini dəyişir. Bəli, dəyişir. Lakmusun öz rəngi nədir uşaqlar? Narıncı. Lakmusun öz rəngi nədir? Bənövşəyi. Suda həll olan əsasın üzərinə gəldikdə isə göy rəngə boyanır. Doğrudur.
Dördüncü, bütün əsaslar qızdırıldıqda parçalanır, qələvilər qətiyyən parçalanmır. 2, 3, cavab B variantı. Uşaqlar, keçək 14-cü suala. İkivalentli metalın 5,6 qram oksidindən su ilə reaksiyasından 7,4 qram əsas alınır. Bu metalı müəyyən edin. İkivalentli metalın ilk öncə hidroksidini yazaq uşaqlar. İkivalentli metal oksidi, metal O şəklində yazılır. Səbəb, çünki metal da ekvivalentlidir, oksigen də ekvivalentlidir. Su ilə reaksiyaya daxil olur deyir, H2O və nəticədə alınır metalın hidroksidi. Metal OH 2. Davam edirik. İndi əmsallaşdıraq. 2 dənə hidrogen, 2 dənə oksigen, 1 dənə metal. Əmsallaşdırmağa ehtiyac qalmadı. Bizə deyir ki, 5,6 qram metal oksidi var. Və 5,6 qram metal oksidi reaksiyaya daxil olanda 7,4 qram hidroksid alınır. Uşaqlar, baxın, biz bu reaksiyanı başqa bir şəkildə də həll edə bilərik. Məsələn, tənasüb qurarıq. Yazarıq ki, metalın üzərinə gələrik 16, emerləri bir-birinə, emerlərə uyğun yazarıq. Metal üzərinə gəlinsin 17 vurulsun 2, 34. Bu tənasibi də həll edə bilərik. Amma bu tənasibi həll etmək çox vaxtımızı aparır. Yəni imtahanda daha praktik, sadə şeylərdən istifadə edək. 7,4 qram metal hidroksidi alınıb, 2 hidroksid alınıb. Metal 2 oksid də 5,6 qramdır. Onda bu reaksiyada su nə qədərdir? 7,4 çıxılsın 5,6 eləyir 1,8. Deməli, reaksiyada 7,4 qram metal hidroksid alınanda 1,8 qram su reaksiyaya daxil olur. İndi tənasibi ona uyğun quraq. 5,6 qram metal oksid 1,8 qram su ilə reaksiyaya daxil olursa, normalda reaksiyaya baxın, hərəsindən 1 moldur. 1 mol suyun kütləsi nə qədərdir? 18 qram su, tutaq ki, x qram metal oksid ilə reaksiyaya daxil olur. İndi bu tənliyi həll eləyək. Vergüllər bir dənə sağa gedir, 18-lər ixtisar gedir, x bərabərdir 56. Qısacası metal üzərinə gəlinsin 16, metal üzərinə gəlinsin 16 bərabərdir 56, metal da bərabərdir 40 qram. Yəni metal ayrı 40-dır. Cavab A variantı kalsium. 15-ci sual. Hansı əsaslar həm HNO3, həm də natrium OH ilə reaksiyaya daxil olur? Uşaqlar, natrium OH ilə reaksiyaya daxil olursa, bu əsaslar amfoter əsaslar olmalıdır. Çünki dedim ki, amfoter əsaslar əsaslarla reaksiyaya daxil olur. Dəmirin 2 valentli hidroksidi amfoter əsas deyil. Xromun 3 valentli hidroksidi amfoter əsasdır. Bir də sinkin 2 valentli hidroksidi amfoter əsasdır. Çünki bayaq dedim 3 valentli metal hidroksidlər amfoter əsasları əmələ gətirir. Bir də 2 valentli sink, berilyum, qurğuşon və qalay 2 valentli hidroksidləri əmələ gətirir. Kalsium OH-da əlbəttə ki, bilirik ki, qələvidir. Cavab 2, 3, D variantı. 16-cı sual. Hansı qələvi daha zəif əsasi xassəlidir? Uşaqlar, indi bu sualı diqqətlə baxın. Mən sizə indi dövrü sistem, dövrü qanuna aid bir şey öyrədəcəm. Baxın, dövrü sistemdə yuxarıdan aşağıya doğru atomun radiusu, reduksiya edicilik, bir də metallıq. Arm nədir? Qol nədir? Yuxarıdan aşağıya doğru. Baxın, qolumuz yuxarıdan aşağıya doğru, yəni uzanıb. İndi armda ingiliscə qol deməkdir. Atomun radiusu, reduksiya edicilik və metallıq xassəsi yuxarıdan aşağıya doğru dövrü sistemdə artır. Digər xassələr də öz növbəsində azalır. İndi atomun radiusu artır. Hansı qələvinin deməli daha zəif əsasi xassəlidir? Atomun radiusu artır, düzeyir uşaqlar. İndi ilk başda litium, natrium, kalium, rubidium, sezium. Bunlar hamısı birinci qrupun əsas yarım qrup elementləridir. Litiumun xarici energetik təbəqəsində neçə dənə elektron var? 1 dənə elektron var. Litiumun sıra nömrəsi 3 deyil, 1s2, 2s1. Baxın, 1s2 getdi, bu təbəqə doldu, 2s1. 1s2, 2s1. Deməli, xarici elektron təbəqəsində 1 dənə elektron var. Nüvəyə daha yaxındır. Yəni atomun radiusu çox kiçikdir. Litiumla, məsələn, tutaq ki, bir litium metalıda, litiumun su ilə reaksiyası, uşaqlar, baxın, litiumun elektronu oksigenə daha yaxın, nüvəyə daha yaxındır. Ona görə də o nüvə, yəni o elektron oksigenlə birləşdikdə onu qoparmaq çox çətin olur. Çünki nüvəyə yaxındır, nüvədən qopmur. Amma sonra natrium gəlir, natriumun sıra nömrəsi daha böyükdür. Sonra gəlir kalium, rubidium, sezium. Bunların, yəni artıq elektronları nüvədən uzaqlaşdıqca bunlara oksigen rahat birləşir, rahat da ayrıla bilir. Ona görə də litium, natrium, kalium, rubidium, sezium sırasında əsasilik xassəsi artır. Ən kiçik əsasi xassə hansıdır? Baxın, getdikcə artır. Natrium OH, indi hidroksid kimi düşünün. OH, natrium OH, nə bilim, kalium OH. Bu sırada artıq əsasilik xassə artır. Çünki daha yaxşı hidroksid oradan qopa bilir, daha yaxşı birləşə bilir. Ən zəif əsasi xassə isə litium OH-dır. Çünki əksər maddələrin reaksiyaya daxil, yəni olması biraz çətin olur. Oksigeni o bir elektrondan nüvəyə yaxın olduğu üçün qoparmağı çətin olduğu üçün. Cavab C variantıdır. Əlimdən gəldiyincə izah eləməyə çalışdım uşaqlar. İnşallah izah eləyə bilmişəm, tam aydın olub. Sual 17. Hansı maddələr amfoter xassə göstərir? Amfoter xassə göstərir. Magnezium xeyr, alüminium 2O3. Baxın, amfoter oksidi alüminium 2O3. Kalium OH əsasdır, doğru deyil. Ferium 2O3 amfoter xassə göstərir. Sink oksid də amfoter xassə, 2 oksid də amfoter xassə göstərir. Berilyum hidroksid də amfoter xassə göstərir.
Bir dəqiqə. Berilyum, bəli, berilyum hidroksid amfoterik asid göstərir. Cavab C. D variantında baxın qələvidir. Berilyum hidroksid amfoterik asid göstərir. Xromun 3 valentli oksidi amfoterik asid göstərir. Burada 2 valentli oksiddir. 18-ci suala hansı reaksiyadan əsas alınır? Uşaqlar, əsas baxın reaksiyaya baxın, hamısı oksid üzərinə gəlsin sudur. Biz hansı oksidlərin üzərinə su gələndə əsas alırıq? Əlbəttə ki, əsasi oksid üzərinə gəlinsin su bərabərdir əsas alınır. Amfoter oksid, deməli turşu oksid üzərinə gəlsin su, turşu alınır. Amfoter oksidlər və qarışıq oksidlər su ilə reaksiyaya daxil olmur. Alüminium 2O3 amfoter oksidi su ilə reaksiyaya daxil olmur. Sink 2 oksid amfoter oksidi su ilə reaksiyaya daxil olmur. Magnezium 4 manqan 4 oksid amfoter oksidi su ilə reaksiyaya daxil olmur. İndi uşaqlar biz əsasi oksidləri necə tanıyaq? 1 və 2 valentli metal oksidlərin hamısı yox, 4 dənə istisnamız var. Metal oksidlər əksərən əsasi oksidlərdir. Yalnız 4 dənə istisnamız var. Bunlar amfoter oksidlərdir. Əsasi oksidlər deyil. Sink oksid, sink sabit valentlidir. Berilyum oksid, qalay 2 oksid, bir də qurğuşun 2 oksid. Bu 4 dənə oksidimiz amfoter oksidlərdir. Yerdə qalan bütün 1-2 valentli metal oksidlərin hamısı əsasi oksiddir. İndi uşaqlar deyir, reaksiyadan əsas alınır. Siz deyəcəksiniz ki, B variantında da 2 valentli metal oksididir, əsasi oksiddir, su ilə reaksiyaya daxil olub əsas alınır. Kalsium oksid də su ilə reaksiyaya daxil olub əsas alınır. Baxın uşaqlar, yalnız qələvi və qələvi torpaq metalların əsasi oksidləri su ilə reaksiyaya daxil ola bilər. Dəmir qələvi metaldır, xeyr. Qələvi torpaq metaldır, xeyr. Ona görə də onun oksidi su ilə reaksiyaya daxil olub əsas verməz. Cavab D variantı. Uşaqlar, keçdik 19-cu suala. Suda həll olmayan əsasları müəyyən edin. Qələvilər, yalnız qələvilər suda həll olur. A variantının hamısı suda həll olur. Bizə həll olmayanlar istəyir. Kalium OH, kalsium OH həll olur. Baxın, cavab D variantı. Suda heç biri qələvi deyil, ona görə də suda həll olmurlar. Burada da kalium OH, barium OH suda həll olur. 20-ci sual. Hansı reaksiyadan qələvi alınır? Uşaqlar, baxaq indi. Kalium üzərinə gəlsin su. Reaksiyanı yazım elə. Kalium OH üzərinə gəlinsin H2. Qələvi torpaq metallar su ilə reaksiyaya daxil olanda o metallar özlərinin hidroksidi və hidrogen ayırır. Deməli, bir doğru cavabdır. Sink üzərinə gəlinsin su. Uşaqlar, orta aktiv metallar su ilə reaksiyaya daxil olanda özlərinin oksidi üzərinə gəlinsin H2 alınır. Sink 2 valentlidir, sink oksid üzərinə gəlinsin H2. 3-cü sual və qələvi torpaq metalların oksidləri su ilə reaksiyaya daxil olub özlərinin hidroksidləri alınır. Baxın, kalsium OH2. Bu zaman hidrogen qazı çıxmır oksidlərdə. Əgər kalium hidrid və yaxud da qələvi torpaq metallardan başqaları da ola bilər. Bunlar su ilə reaksiyaya daxil olsaydı, onda hidrogen qazı çıxardı. Amma oksidlər su ilə reaksiyaya daxil olanda hidrogen qazı çıxmır. Cavab 1-3 D variantı. 21-ci sual hansı reaksiyadan qələvi alınır? Baxın, qələvi metalın oksidi üzərinə gəlinsin su. Kalium OH üzərinə gəlinsin H2 alınır. Bir doğrudur. Kalsium üzərinə gəlinsin su. Həmçinin qələvi torpaq metaldır. Su gələndə kalsium OH2 üzərinə gələn su alınır. Dəmir nə qələvi metaldır, nə qələvi torpaq metaldır. Orta aktiv metal olduğu üçün ferium oksid, ferium 2O3 üzərinə gəlsin H2 alınacaq. 1-2 A variantı. 22-ci sual. Hansı metallar su ilə qarşılıqlı təsirdə olduqda qələvi alınır? Cavab A variantı. Qələvi və qələvi torpaq metallar. B variantında alüminium, ferium pozur. Elə maqneziumun özü də pozur. Berilyum, sink, alüminium doğru deyil. Dəmir doğru deyil. Qurğuşun, alüminium pozur. 23-cü sual. Y maddəsini müəyyən edin. Kalsiumun üzərinə oksigen gəlir. Baxın uşaqlar, metalların üzərinə oksigen gələndə onların oksidi alınır. Kalsium oksid hansıdır? Kalsium O. Sonra kalsiumun üzərinə su gəlir. Mən bayaq nə dedim? Qələvi və qələvi torpaq metalların oksidlərinin üzərinə su gəldikdə əsas alınır. Kalsium OH2 əsas. Cavab qələvi, daha doğrusu. Cavab Y variantı. Uşaqlar, keçdik 24-cü suala. CH4, xlor 2 və CO2-dən ibarət qaz qarışığından metanı ayırmaq üçün qarışığı hansı maddənin məhlulundan keçirmək lazımdır? Uşaqlar, CH4-ü almalıyıq. Bu bir kənara qalsın. İndi variantlarda biz həm xlor 2 ilə, həm SO2 ilə reaksiyaya daxil olan maddəni seçməliyik ki, onların ikisi reaksiyaya daxil olsun, yerdə isə sadəcə CH4 maddəsi qalsın. A variantından davam eləyək. Natrium NO3 duzdur. Duzlar qətiyyən turşu oksidlərlə reaksiyaya daxil olmur. Yalnız silisium O2 və NO2 istisnadır. Bu iki oksid, daha doğrusu turşu oksidi duzlarla reaksiyaya daxil olur. İndi SO2 turşu oksididir, duzla reaksiyaya daxil olmur. Turşu oksidlə reaksiyaya daxil olmur. Həmçinin kalium hidro SO4, kalium hidrosulfat duzdur. Qətiyyən turşu oksidlə reaksiyaya daxil olmur. Y variantına baxın, kalium xlor duzdur, turşu oksidlə reaksiyaya daxil olmur. Kalsium OH2. Uşaqlar, biz qələvilərdən də öyrəndik ki, əsaslar, daha doğrusu qələvilər bəzi qeyri-metallarla reaksiyaya daxil ola bilir. Məsələn, flor, xlor, fosfor, silisium. Bu qeyri-metallarla reaksiyaya daxil ola bilir. Həmçinin turşu oksidlə əsas reaksiyaya daxil olub, normal duz plus su alınır. Yerdə isə sadəcə CH4 qalır. Cavab D variantı. 25-ci sual. Hansı halda kalium hidroksid əmələ
əmələ gəlir. Kalium xlor üzərinə gəlsin su, elektroliz etdik. Uşaqlar, elektroliz prosesini öyrəndikdə artıq bunu tam aydın anlaya bilərik. Bu zaman əsas əmələ gəlir. Kalium OH2 alınır. Ona görə də A variantı doğru deyil. A variantı doğru deyilsə, Y variantı da doğru deyil. Çünki kaliumun daha doğrusu halogenli turşuların duzlardır. Xlorla yod hər ikisi halogendir. Kaliumla birləşmələrdə oxşar xassələr göstərir. Ona görə də Y variantı da doğru deyil. İndi mən bayaq dedim ki, qələvi və qələvi torpaq metalların özləri, hidridləri su ilə reaksiyaya daxil olduqda qələvi üzərinə gəlinsin, hidrogen qazı çıxardır. Ona görə də qələvi metalın özünü götürürük. Bu variantda da hidroksid əmələ gələr. C variantı da bayaq dedim ki, qələvi və qələvi torpaq metalların oksidləri su ilə reaksiyaya daxil olduqda yalnız kalium OH alınacaq. Yalnız hidroksid alınır. Elektroliz prosesində də natrium OH alınır, hidrogen qazı çıxır və xlor qazı çıxır. D variantı niyə yanlış? D variantında bir də maddələrə baxın. Kalium yodid duzdur. Duzlar mis OH2 isə əsasdır. Duzların əsasla reaksiyası iki şərt daxilində baş verir. Birincisi, hər iki reaksiyaya daxil olan həm duz, həm əsas suda həll olmalıdır və reaksiya nəticəsində çöküntü alınmalıdır. Kalium yodid suda həll olur, amma mis OH2-yə baxın. Mis OH2 suda həll olmayan əsasdır. Çünki yalnız qələvilər suda həll olur. Ona görə də bu reaksiya heç getmir uşaqlar. İndi reaksiya nəticəsində bir məsələyə aydınlıq gətirək. Deyir ki, reaksiya nəticəsində mütləq çöküntü alınmalıdır. Uşaqlar, reaksiya nəticəsində çöküntü alınmasa nə olar? Reaksiya nəticəsində əgər çöküntü alınmasa, orada da bir duzla əsas yaranır. Həmin duzla əsas bir-biri ilə reaksiyaya daxil olacaq və yenidən başa qayıdacaq. Mütləq reaksiya nəticəsində çöküntü alınmalıdır ki, reaksiya sona çatsın. Yəni əksər maddələrdə belə biz bunu hətta ilk kimyəvi anlayışlarda öyrənmişik ki, reaksiya nəticəsində, yəni daha doğrusu reaksiya məhsulu su alınsa, qaz alınsa və çöküntü alınsa, reaksiya sona qədər gedir. Yox, əgər alınmasa, onda yenidən reaksiya başa qayıdır. 26-cı suala, hansı halda əsasi duz alınmır? Əsasi duz alınmır. Uşaqlar, baxın, reaksiyaya baxın. Əsaslarla turşuların reaksiyası. Əsaslarla turşuların reaksiyasından duz alınacaq. Hansı duz alınması da OH-larla hidrogenlərin sayı ilə müəyyən olunur. Baxın, A variantı 2 mol magnezium OH2. Burada toplamda neçə dənə OH var? 4 dənə OH var. 2 mol HNO3-də də 2 dənə OH var. Baxın, 2 dənə hidrogen var, üzrəm. 2 dənə də hidrogen var. Burada əsasi doz alınacaq, əlbəttə alınacaq. Yazım istəyirsiniz, daha aydın sizə aydın olsun. Əgər hidroksidlərin sayı, OH-ların sayı çoxdursa hidrogəndə, onda bu zaman əsasi doz alınacaq. Əsasi doz. Yox, əgər OH-ların sayı hidrogenlərin sayından azdırsa, bu zaman turş duz alınacaq. Turş duz. Yox, əgər OH-ların sayı hidrogenlərin sayına bərabərdirsə, bu zaman normal duz alınacaq. Normal duz. İndi variantlara bir-bir baxaq. 1 mol alüminium OH2 xlorda 2 dənə OH var, 2 OH. 1 mol H xlorda isə 1 dənə hidrogen var. Biri yazmayaq heç. 1 mol ferium C variantı, ferium OH-da 3 dənə OH var. 2 mol H xlorda isə 2 dənə hidrogen var. Yenə də əsasi duz alındı. Baxın, hər üç variantda da əsasi duz alınır. 4-ə baxaq. 2 dənə OH var. 1 mol H2-də də 2 dənə də hidrogen var. Baxın, hidrogenlə OH-ların sayı bir-birinə bərabərdir. Ona görə də cavab D variantı. Bu zaman normal duz alınacaq, əsasi duz alınmayacaq. 27-ci sual. Yuxarıdakı sual tipi ilə təqribən eynidir. SO3-ün üzərinə X gəlib su üzərinə gəlsin, normal duz alınıb. Deməli, X qələvidir ki, su üzərinə gəlsin, normal duz alınır. Y-ə baxaq. SO3 üzərinə gəlsin Y, yalnız normal duz alınıb. Y əsası oksiddir uşaqlar. Əgər əsas olsaydı, yəni qələvi olsaydı, onda su da alınacaqdı. Ona görə Y doğru deyil. Mis SO4 üzərinə gəlsin Z, mis OH2 üzərinə gəlsin kalium 2, kalium SO4 deyək. Baxın uşaqlar, reaksiyadan alınan maddələrə baxın. Mis var, reaksiyadan alınandan sonra SO4 var. Mislə SO4-ü birləşdirəndə, yəni reaksiyadan çıxardanda orada nə qalır? Kaliumla OH. Deməli, reaksiya Z maddəsi kalium OH daxil olub ki, mis OH2 üzərinə gəlsin, kalium SO4 alınıb. Kalium SO4-ü misdən, yəni duzundan sıxışdırıb çıxarda bilib. Çünki daha qüvvətlidir. Misdən daha qüvvətli metaldır. X-lə Z cavab da eləyir D variantı. Keçdik 28-ci suala. Amfoter hidroksidləri müəyyən edin. Baxın, A variantı ilə amfoter hidroksidlərdir. 3 valentli metalın hidroksidi və 2 valentli metallardan da sink, berilyum, qalay və qurğuşun amfoter hidroksidləri əmələ gətirir. 29-cu sual. Natrium OH və HNO3 maddələrinin suda məhlullarına aid ifadələri müəyyən edir. Lakmusu qızardır. Uşaqlar, turşular lakmusu qızardır. HNO3 turşudur, natrium OH isə natrium hidroksid isə əsasdır. Amfoter oksidlərinə reaksiyaya daxil olub duz alınır. Doğrudur, çünki hər ikisi reaksiyaya daxil olur. Suda məhlulu qüvvətli elektrolitdir. Uşaqlar, həm əsasların, suda həll olan əsasların, yəni qələvilərin, həm də turşuların suda məhlulu qüvvətli elektrolitdir. Ona görə 2-3 ortaya hər ikisinə aiddir. Keçdik 4-ə. Turşularla reaksiyaya daxil olub duz əmələ gətirir. Turşu ilə reaksiyaya daxil olunur. Ona görə də cavab D variantı. İstisna hallar olur uşaqlar.
Qızdırıldıqda parçalanır. Qızdırıldıqda qələvilər qətiyyən parçalanmır. Ona görə də 5 də gedir turşulara. 4, 2, 3, 5 cavab A variantı. 30-cu sual. Kalsium deməli hansı maddələrdən qələvi, hansı maddələr qələvidir? Kalsium hidrit üzərinə gəlsin su. Dedim ki, qələvi və qələvi torpaq metalların hidritləri su ilə reaksiyaya daxil olub, əsas üzərinə gəlsin hidrogen alınır. Deməli X qələvidir. Alüminium karbid üzərinə gəlsin su. Uşaqlar, bu reaksiya çox məşhur reaksiyadır. CH4, yəni metanın alınması reaksiyasıdır. Y-in yerində isə alüminium OH3 olur. Ona görə də Y-də əsasdır. Amma bir dəqiqə bizə deyir ki, qələvi alınır. Amma üstəm alüminium OH3-dür Y-in yerində. Alüminium OH3. Bu çox məşhur reaksiyadır. Alüminium OH3 əsasdır, amma qələvi deyil. Ona görə də Y-i də götürə bilmərik. Z üzərinə gəlsin sink, temperatur şəraitində natrium 2, sink O2 üzərinə gəlsin H2O. Uşaqlar, baxın Z-in yerində natrium OH var. Çünki bu reaksiyalar yəni çox düşür. Natrium OH-ın üzərinə sink gələndə sink O2 üzərinə gəlsin hidrogen alınır. Yəni biz reaksiyaları yazıb nəzəriyyədə öyrəndə bu reaksiyanı öyrənirik. Çünki bu reaksiyalar həddindən artıq çox düşür. İmtahanda hətta bu reaksiya düşüb. Z-in yerində natrium OH var. Siz bu məsələləri bir neçə dəfə işlədikdə və nəzəriyyəni yaxşı oxuduqda artıq siz sink metalını görüb və alınan maddənin natrium 2, sink O2 olduğunu gördükdə anlayacaqsınız ki, Z-in yerində mütləq natrium OH olmalıdır. Cavab X ilə Z-dir. Uşaqlar, keçdik 31-ci suala. Alüminium xlor 3 məhluluna natrium OH əlavə etdikdə alüminium hidroksidinin mol sayının natrium OH-ın kütləsindən asılılıq qrafikini müəyyən edin. Alüminium xlor 3 nədir uşaqlar? Duz. Alüminium xlor 3. Üzərinə gəlir natrium OH. Reaksiya nəticəsində alınır alüminium OH3 və alüminium OH3 alınır, bir də natrium xlor alınır. Bizə deyir ki, alüminium OH3 mol sayının natrium OH-ın kütləsindən asılılıq qrafikini müəyyən edin. Əlbəttə müəyyən eləyək. Uşaqlar, ilk öncə reaksiyanı əmsallaşdıraq. Sağ tərəfdə 3 dənə OH var, 3-ü yazıram. Sol tərəfdə də 3 dənə natrium xlor. Reaksiyanı əmsallaşdırdıq. İndi deyir ki, alüminium OH-ın mol sayının natrium OH-ın kütləsindən asılılıq qrafiki. Uşaqlar, baxın, natrium OH reaksiyanın sol tərəfində, alüminium OH isə reaksiyanın sağ tərəfindədir. Biz alüminium OH-ın kütləsini və yaxud mol sayını artırdıqda, bu zaman alüminium OH-ın da mol sayı və kütləsi artır. Bir-biri ilə düz mütənasib asılıdır. Azaltdıqda isə azalır. Düz mütənasib asılılıq olan qrafik hansıdır uşaqlar? D variantı. Yəni əgər biz alüminium OH-ın kütləsini, daha doğrusu natrium OH-ın kütləsini artırdıqda alüminium OH-ın mol sayı və kütləsi artır, azaltdıqda isə azalır. Uşaqlar, keçdik 32-ci suala. Hansı əsaslar qələvi deyil? Qələvi və qələvi torpaq metallarının əsasları qələvilər adlanır. 1 doğrudur, qələvi deyil və 3 doğrudur, qələvi deyil. Cavab 1, 3. 33-cü sual. 0,2 mol əsasın tam neytrallaşmasına 25,2 qram HNO sərf olunursa, əsasın turşuluğunu hesablayın. 33-cü sual. Əsasın tam neytrallaşmasına HNO sərf olunursa. Baxın uşaqlar, tutaq ki, bir dənə əsas var, əsasın nə olduğunu bilmirik. 0,2 molunun, buraya yazım əsas. Tam neytrallaşmasına 25,2 qram HNO sərf olunur. İndi 25,2 qram HNO3-ün neçə mol olduğunu bir də müəyyən eləyək uşaqlar. 1 mol HNO3, 1 mol HNO3. HNO3 indi yazmıram, siz 1 mol HNO3-ün aşağıda şeyini yazıb, ayrını, daha doğrusu MR-ni yazıb 63 qram. X mol HNO3 isə, X mol HNO3 25,2 qram. X də bərabərdir 63-ü 25,2-yə böləndə 0,4 mol. Deməli, burada bu reaksiya nəticəsində 0,4 mol bu reaksiyada HNO3 var. 0,2 mol əsas, 0,4 mol HNO3 turşuda, turşu ilə reaksiyaya daxil olur. Onda 1 mol əsas. Neçə mol turşu ilə reaksiyaya daxil olar? 5-ə vururuq, 2 mol turşu ilə reaksiyaya daxil olar. HNO3-ün tərkibində neçə dənə hidrogen var uşaqlar? 1 dənə. 2 mol HNO3-ün tərkibində neçə dənə hidrogen var? 2 dənə hidrogen var. İndi biz 1 molda deyir ki, hidroksid reaksiyaya daxil olub. 1 molda daha doğrusu OH N reaksiyaya daxil olub. OH-ların sayını bilmirik. Neytrallaşma reaksiyasının deməli neytrallaşmasına sərf olunur. Neytrallaşmasına sərf olunursa onda N-in yerində nə qədər olar uşaqlar? Əgər hidrogenlə OH-ların sayını bərabər eləyək deyə. Hidrogenlə OH-ların sayı bərabər olsun deyə N bərabərdir 2 olur. 2 dənə OH qrupu, 2 dənə də hidrogen olur və reaksiya neytrallaşır. Əsasın turşuluğunu müəyyən edilir. Əsasın turşuluğu hidroksid qruplarının sayı ilə müəyyən olunur. Əsasın turşuluğu da eləyir 2. Keçdik 34-cü suala. Y,4 qram XOH2 ilə artıq miqdarda xlorid turşusunun qarşılığı tərsindən X xlor 2 üzərinə gəlsin 3,6 qram su alınır. X-in nisbi atom kütləsini müəyyən edin. İnşallah biz bu tipdə sualları həll eləyirdik. İndi keçək həll eləyək daha yaxından. 34. XOH2 birinci nə verilir onu yazaq.
daha rahat həll eləyək. Artı miqdarda götürülmüş xlorid turşusu H xlor ilə reaksiyaya daxil olur. X xlor 2, X ekvivalentlidir. Üzərinə gəlinsin H2O. İndi reaksiyanı əmsallaşdıraq. 2 dənə 2 yazaq hidrogenin qabağına. 4 dənə hidrogen, 2 dənə oksigen, kalium xlor, 2 dənə də hidrogen. Bəli, reaksiyanın tənliyini də əmsallaşdırdıq. 7,4 qram bizə deyir ki, verilir yazaq üstündə. Kalium OH2 artıq miqdarda xlorid turşusunun miqdarını bilmirik. Yəni istənilən 7,4 qramdan, yəni istənilən xlorid turşusu reaksiyaya daxil olur. 1 mola 2 mol nisbəti şəklində. X xlor 2 və 3,6 qram bizə başqa nə verib? 3,6 qram su alınır. Uşaqlar, indi 1 molunu hesablamaq üçün 1 mol XOH2 reaksiyaya daxil olanda neçə mol su alınır? 2 mol su alınır. Qramla hesablayaq. 2 vurulsun 18. Biz indi X üzərinə gəlinsin OH2 ml şəklində yaza bilərik. 1 mol XOH2 nə qədərdir? X üzərinə gəlinsin 17 vurulsun 2, 34. İndi bu reaksiyanı həll eləyək. 2 dəfə 7,4 ilə 3,6 vergilər birdən sağa gedir. 36, 36. X üzərinə gəlinsin 34 bərabərdir 74. X də bərabərdir 40. Deməli, uşaqlar, cavab nə alındı? 40. Metalın nisbi atom kütləsi 40-a bərabərdir. 35-ci sual. 35. Natrium hidridi suda həll etdikdə məhlulda 4 qram qaz ayrılır. Hansı qazdır uşaqlar? Mən nə demişdim? Qələvi və qələvi torpaq metalların hidridlərinin natrium hidrid. Su ilə reaksiyasından metalların hidroksidləri natrium OH və hidrogen qazı çıxır H2. İndi reaksiyanın tənliyini əmsallaşdıraq. 3 dənə hidrogen, 1 oksigen, natrium əmsallaşdırma ehtiyac yoxdur, bərabərdir. 4 qram qaz ayrılır deyir. 4 qram. Ayrılarsa alınan qələvi məhlulu ilə neçə əsaslı turşunun 1 molunu neytrallaşdırmaq olar? İndi qələvi məhlulu, uşaqlar. 2 qram qaz ayrılanda nə qədər qələvi məhlulu alınır? 1 mol. 4 qram qaz ayrılanda nə qədər qələvi məhlulu alınır? Bilmirik. X mol qələvi məhlulu alınır. 2x bərabərdir 4, x də bərabərdir 2. Deməli, reaksiyada 2 mol natrium OH var. Yəni, bizə indi reaksiyanın sualın davamını oxuyaq. Ayrılarsa alınan qələvi məhlulu ilə neçə əsaslı turşunun 1 molunu neytrallaşdırmaq olar? Neçə əsaslı turşu? Uşaqlar, turşunun əsaslığını nə göstərir? Hidrogen atomları. Bizdə burada neçə dənə hidrogen atomlarının sayını bilmirik. Tutaq ki, n dənə hidrogen atomu var. Bizə deyir ki, neytrallaşsın bu reaksiya. Bərabər eləyirik OH-ların sayına. Neçə dənə OH-ımız var? 2 dənə OH-ımız var. Onda n nəyə bərabərdir? Bayaqki tipdə sualda n də bərabərdir 2. Deməli, reaksiya nəticəsində alınan qələvidə 2 dənə əsaslığı yox, turşuluğu 2 olduğuna görə əsasın turşuluğunu nə göstərir? Hidroksid qrupları, OH-lar. 2 oldu. OH-ların sayı 2 olduğuna görə hidrogenlərin sayı da 2 olmalıdır ki, bu reaksiya neytrallaşsın. Yəni turşunun 1 molunun. Baxın, 1 vurulsun HN. 1 moldur. N də bərabərdir 2. Keçdik 36-cı suala. Suda həll 1, suda həll olan əsasdır, bərkdir. Suda həll olan əsas A variantı kalium OH-dır. Bir də Y variantı kalsium OH-dır. 2. Suda həll olmayan əsaslar amfoterdir. Amfoter əsaslara nə aiddir? C, D. Bayaq dedi. 3-ə də gedir. Baxın, həm alüminium OH3, həm də sink OH2 amfoter əsasdır. 3-ə də gedir. Naşatır spirti adlanır. NH4OH. 3-ə də gedir B. Kitabın arxasında cavablarda 3-ü qeyd eləməyiblər. Məncə çap səhv olub uşaqlar. 3-ə mütləq B gedir. Yəni naşatır spirti NH4OH-dır. 37. 1 mol maddənin artıq miqdarda götürülmüş natrium OH məhlulu ilə reaksiyasından alınan hidrogenin həcmi 1-də 1 moldur, 2-də 2 moldur, 3-də də 1,5 moldur. İndi 10 litrlə verib. Natrium OH məhlulu ilə reaksiyaya daxil olan maddələr. Baxın uşaqlar, bayaq mən sizə bu maddələri göstərdim. Hətta dedim ki, göstərmədim, daha doğrusu dedim ki, yəni bəzi qeyri-metallar, silisium olsun, xlor olsun, kükürt olsun, qələvi ilə reaksiyaya daxil olur. Həmçinin alüminium, sink. İndi bir-bir mən reaksiyaları yazacağam. Sonra alınan məhlulda, yəni hidrogenin həcmini müəyyən edək. Başlayaq vaxt itirmədən. 37-ci sual. Bir-bir maddələri yazaq. Alüminium üzərinə gəlinsin. Bu reaksiyaların hamısını öyrənin, çünki hamısı imtahana düşür. Alüminium üzərinə gəlinsin natrium OH. Deyir ki, oxuyaq diqqətlə, natrium OH məhlulu üzərinə gəlinsin su və reaksiya nəticəsində kompleks birləşmə alınır. Natrium, alüminium, OH 4 kompleks birləşməni bağlayaq. Üzərinə gəldi hidrogen, H2 qazı çıxır. Reaksiyanın tənliyini əmsallaşdıraq. 2 mol alüminium reaksiyaya daxil olur. 2 mol natrium OH, 2 mol su, sağ tərəfdə də 2, 3 mol da hidrogen alınır. Keçdik ikinci, bu A variantıdır. Keçdik B variantını əmsallaşdırmağa. Silisium üzərinə gəlinsin natrium OH məhlulu H2O. Reaksiya nəticəsində alınır natrium 2, silisium O3 üzərinə gəlinsin H2. 2 mol natrium OH reaksiyaya daxil olur və nəticədə də 2 mol hidrogen çıxır. C variantı xlor 2 üzərinə gəlinsin natrium OH və reaksiya nəticəsində alınır natrium xlor O
üzərinə gəlinsin H2O. Burada heç hidrogen qazı alınmadı. Bu reaksiya iki cür gedir. Bir də temperatur şəraitində gedə bilər. Natrium xlor O3 üzərinə gəlinsin su. Reaksiya tənliyini əmsallaşdıraq. Hətta bunu bir dəfə də yazdım. Xlor 2 üzərinə gəlinsin natrium OH. Reaksiya tənliyini əmsallaşdırmasaq doğru cavabı ala bilmərik. Əslində ehtiyacımız yoxdur, çünki burada hidrogen qazı alınmır. C variantı elə başdan yanlışdır. Yenidə əmsallaşdıraq. 2 mol natrium OH reaksiyaya daxil olur. 2 ilə natrium, xlorların sayı bərabərləşir. 6 mol natrium OH, 3 mol xlor, 5 mol natrium xlor. Oksidaşma reduksiya reaksiyası olduğu üçün oksidaşma dərəcəsinin dəyişməsinə əsasən bu reaksiyanı əmsallaşdırırıq. D variantındakı element sinkdir. Sink üzərinə gəlsin natrium OH. Bayaq dedim ki, bu reaksiyalar çox önəmlidir uşaqlar, öyrənməlisiniz mütləq. Natrium 2, sink O2 üzərinə gəlinsin hidrogen qazı. Bu zamanda 2 mol natrium OH reaksiyaya daxil olur və reaksiya tənliyi əmsallaşır. Y variantı kükürt üzərinə gəlinsin natrium OH, natrium hidroksid, natrium 2S üzərinə gəlinsin natrium 2SO3 üzərinə gəlinsin su. Reaksiya tənliyini əmsallaşdıraq. 2 dənə natrium, 6, 3 və 3 mol da su alınır. Uşaqlar, bu reaksiya nəticəsində də hidrogen qazı alınmalı. Ona görə də Y variantı yanlışdır. İndi bir A variantından baxaq. Uşaqlar, siz sual verə bilərsiniz ki, mən niyə bəzi maddələri su ilə, yəni məhlulda reaksiyaya salırdınız, bəzi maddələri isə məhluldan kənar. Uşaqlar, bu reaksiyalar yəni olduğu kimidir. Yəni bəzi maddələr, məsələn, alüminium qələvi ilə reaksiya daxil olanda mütləq su olmalıdır, yəni məhlul olmalıdır. Amma sink daxil olanda, yəni natrium OH-dan birbaşa reaksiya daxil ola bilir. Məhlula ehtiyac qalmır. Reaksiyaları siz olduğu kimi öyrənin. Yəni hətta deyim ki, bu reaksiyaları əzbərləyin, çünki çox düşürlər. İndi birdən başlayaq. Bizə nə deyir sualda? Diqqətlə oxuyaq. 1 mol maddənin artıq miqdarda natrium OH məhlulu ilə reaksiyasından alınan hidrogenin həcmi. 1 mol maddə reaksiyaya daxil olur və hidrogenin həcmini deyir ki, nə qədər olsun. 2 mol alüminium reaksiyaya daxil olur, 3 mol hidrogen alınır. Ona görə 1 mol alüminium reaksiyaya daxil olsa, 1,5 mol hidrogen alınır. 1, 2, 3. 1,5 mol hidrogen hansı varianta uyğun gəlir? 3-ə getdi A variantı. Keçdi 2-yə. 1 mol silisium reaksiyaya daxil olur, 2 mol hidrogen çıxır. Ona görə də 2-yə də getdi B variantı. Keçdik D variantına, çünki C variantından Y variantında heç hidrogen alınmır. 1 mol sink reaksiyaya daxil olur, elə 1 molda hidrogen qazı çıxır. 1-ə də getdi D variantı. Belə uşaqlar, bugün sizinlə əsaslar mövzusunu işləyib bitirdik. İnşallah gələn dərslərdə turşular mövzusunun izahında görüşənədək sağ olun, Allaha əmanət olun.